başladıram. Əlavə, yarımqrup, elementləri, metalları. Yəni, birinci başlayaq dəmirdən. Əlavə yarımqrup elementlərindən, metallarından biridir. Dəmir nədir? Dəmir dördüncü qrupdur, 8-ci B yarımqrupudur. B qrupunun elementidir. Birləşmələrdə 2, bir də müsbət 3 oksijen dərəcəsi göstərir. 2 və 3 valentlilik olur. Dəmir. Sonra dəmirin təbiətdə tapılması yalnız birləşmələr şəklində olur, çünki Jones elementlərindən deyil. Karbon, oksigen, azot bir də kükürdür ki, həm birləşmələr, həm də sərbəst şəkildə tapılırdı. Bu yalnız birləşmələr şəklində tapılır. Yer qabığında maqnit kimi, məsələn, əzbərləyənə bilməliyik. Ferium 3O4 maqnetitdir. Ferium 2O3 hematitdir. Sonra ferium 2O3 vurulsun NO2. Bu şəkildə olanda limonitdir. Perium S2 piritdir. Ən çox testlərə düşən piritdir. Yadda saxla. Piritdir. Bu şəkildə birləşmələr şəklində tapılır. Adları 4-5 dənə də əzbər bilməlisən. Gəldiyində alınmasına. Alınması necə olur? Dəmiri əsasən pirometallurgiya üsulundan alırlar. Yəni metalların ümumiyyətlə yüksək temperaturda reduksiya edicilərinin iştirakı ilə reduksiya eləməyə deyirlər pirometallurgiya üsulu. Pirometallurgiya üsulunda nə edirlər? Reduksiya edici kimi hidrogeni məsələn götürürlər. Hidrogeni götürürlərsə buna deyirlər hidrogenetermiya. Yox, alüminium götürürlərsə buna deyirlər alüminotermiya. Necə olur bu proses? Yəni məsələn bir dənə oksidinin ferium 2O3 onun üzərinə gəlirlər, bu oksidin üzərinə hidrogen. Və bunu deyirlər reduksiya eləmək. Yəni reduksiya eləmək nədir? Oradan periumu çıxardır da. Perium üzərinə gəlsin H2O. Görsən burada hidrogenlə aparırlarsa reaksiyanı, buna deyirlər hidrogenetermiya. Yox, bunu alüminiumla aparırlarsa bu reaksiyanı deyirlər alüminium termiya. Buradan da alınacaq olur, yenə feriumu ayırırsan, yerdə nə qalır? Alüminium oksid. Aydındır. Bu oldu alüminium termiya, bu oldu hidrogenetermiya. Sənayedə ümumiyyətlə dəmirin ayrıntıları çuğundan poladdır ki, bunlar daha çox istifadə olunur, daha çox istehsal olunur sənayedə və çuğunun tərkibində hardasa 1,7%-dən çox, təxmini 1,7%-dən çox, poladda da 0,1, 0,1, 1,7 daha doğrusu aralığında hardasa karbon olur. Bunun çuğunun tərkibində olan karbondan gedir söhbət. Bunlardan, məsələn, çuğunun özünün domna pesləri deyirlər ki, domna peslərində dəmir filizlərindən, məsələn, ferium oksiddən, Alınmaydı, hə? bəli, bəli, ferium CO4-dür, sonra deyək asadimisa, bu qarışıqların hamısı dəmir filizlərindən almaq olur domna peslərində və bunların tərkibindən alırlar. Burada kokusdan istifadə olunur. Nə edirlər? Götürürlər bir dənə oksidin üzərinə, karbon monoksid gəlirlər. Buradan alınır CO2 plus ferium CO4. Daha sonra bunun üzərinə yenə CO gəlirlər. Alınır bu dəfə ferium oksid plus CO2. Sonra yenə bunun üzərinə bir də CO gəlirlər. Buradan alınır ferium özü plus CO2. Yenə CO2 çıxır, ferium çıxır bu qaydada. Ümumiyyətlə dəmirin bir hissəsi həmişə karbonla birləşir. Burada nə qalırsa, dəmir varsa, alınan bu sonda dəmir olur. Bu dəmirin həmişə bir hissəsi karbonla birləşir. Belə bir birləşmə yaradır. Ferium 3C. Yəni buna deyirlər sementit. Sementitə çevrilir axırda bu. Yəni çuğunda karbon sementin tərkibində olur. Çuğunun tərkibində olan həmin karbon sementitin tərkibindən gəlir. Bu götürülən dəmir filizinin də tərkibində olan nə qədər çətinləyən qarışıqlar varsa, bunları domna peçində bunun üzərinə deyirlər flüs deyirlər, kalsium karbonat, yəni kalsium karbonat əmələ gətirirlər. Bunları da şlaka çevirirlər. Şlak nədir? Yəni ki, filizə qarışmış qum flüsü olur, o qarışıq olur. Həmin onun parçalanmasından kalsium oksid yaranır. Həmin o kalsium oksid də reaksiyaya girir, şlaka çevrilir. Və reaksiya belə olur, belə bil bu ardıcıllıq. Birinci kalsium karbonat, bu nədir? Flüsdür. Və bunun adı flüs olur. Domina peçinə flüs əlavə edilir, yəni kalsium karbonat. O zaman buradan kalsium oksidlə CO2 ayrılır. Daha sonra buradan kalsium oksidlə, daha sonra bunu qumla başlayırlar qarışdırırlar. Silisium O2 gəlirlər. Alınır buradan da şlak. Kalsium, silisium O3. Bu birləşmə adlanır. Bunu da adlanır şlak. Yəni flüsdən şlakın alınması. Nədir? Deyirəm, mənə Nədir? kalsium Nədir? silisium oksidin üzərinə gəldi, mənimlə reaksiya edir. ASO, bəli. Plus silisium oksid gəldi, reaksiya getdi, alındı şlak. Bəs yaxşı, burada deyək ki, polad almaq üçün nə edirlər? Polad alanda da burada çuğunun tərkibində olan karbon var, karbondur, qarışıqlar, digər qarışıqlar. Onların miqdarını azaldırlar ki, o da kalsium karbonat kimi başlasın istifadə olunmağa, şlak şəklində çıxsın bu qarışımdan. Yəni onu da eyni üsuldan alırlar poladda da, çuğunda da. Bəs yaxşı, bunun Müəllim, fiziki xassəti nədir? kalsium, silisium O2-ni almaq üçün nə Kalsium, gəlirlər silisium. üstünə? Kalsium oksidin üzərinə silisium O2 gələndə kalsium, silisium O3 alır. Çox.
Şılaq Kalsiyum alınır. silisium. Bəli, bəli. Kalsium silisium oyutu almaq üçün kalsium oksidin üzərinə silisium oyutu gəlirsən. Yəni sənin almaqda məqsədin şılaka almaqdır ki, burada şılaka çevrilsin, həmin maddə o kənarlaşdırılsın. Ona görə bu reaksiyanı aparırlar. Qumdan flüsün parçalanmasından əmələ gətirirlər bunu. Aydındır? Bildim. İndi gəldik fiziki xassəsinə. Fiziki xassəsi nədir? Fiziki xassəsi gümüşü ağ rəngli olur, plastik metal olur. Əsasən maqnit xassəsi var, görsən çəkiciliyi var. Kimyəvi xassəsi nədir? Kimyəvi xassəsi əsasən az aktivdir. Qızdırılanda qeyri-metallarda, mürəkkəb maddələr də hamısına reaksiyaya girir. Məsələn, bax ferium üzərinə gəlsin O2. Nə alınır? Ferium 2O3. Görsən birləşmə reaksiyasına girdi. Yəni az aktiv metallı qeyri-metallarla da reaksiyaya girir. Ferium üzərinə gəlsin, məsələn, xlor. Nə oldu? Reaksiya girdi. Nə alındı? Ferium, xlor 3. Bu qaydada. Mürəkkəb maddələrdən, məsələn, ferium üzərinə gəlsin, kuprum, xlor 2 verə bilər. Nə alınır buradan? Kuprumu buradan sıxışdırıb çıxardar, üzərinə gəlsin ferium, xlor 2. Əvvəlki dərsdən bildiyimizdir. Görsən, yenə bir daha təkrardır. Ferium üzərinə gəlinsin, H2SO4-ün durusu. Denən görüm nə alınırdı buradan? Sulfatın E, durusundan. Ferium 2SO4, ferium SO4 gəlməsin. Durursa deməli H2O. Yox. Ferium SO4, H2O. Bəs yaxşı, qatısı olarsa nə alınırdı? Qaçsı olanda Ferium mənimlə ferium SO4, 3 dəqiqə SO2, 3 dəqiqə H2O. ISO, qurtardı. Görsən əvvəlkilərin sulfatdan bilirdik, əvvəlkilərin təkrarıdır yenə. Yaxşı, bəs dəmir özü başqa necə alınır, nə reaksiyalarında istifadə olunur? Yadda saxla, dəmir əsasən korroziya olunur. Yəni bunlar paslanırlar. Necə? O hansı ki nəm bir hava olur, nəm şərait yaranır. O zaman ferium havada olan oksigenlə təmasda olur. Yaranır ferium 2O3 oksid. Yəni görsən adi məsələn dəmiri yuyursan, qoyursan bir yerə, görsən ki paslanıbdır. Niyə korroziya olunubdur? Çünki havada olan oksigenlə bu başlayır reaksiyaya girməyə, ferium 2O3 yaradır. Sonra ferium xlorla reaksiyaya girir. Ferium xlor 3 verir. Ferium üzərinə gələnsin oksigen, üzərinə gələnsin su. Bax, korroziya olunanda belə olur. Ferium OH 3. Ferium OH 2 daha doğrusu. Sən götürüb ferium OH 2 versən, üzərə gəlsin O2 plus H2O. Buradan alınır ferium OH 3. Aydındır. Elə bir feriumun tək özünü verəndə ferium OH 2 alınır. Ferium OH 2-ni verəndə alınır ferium OH 3. Bildin? Yəni hidroksidin üzərinə hava ilə su gəlsən, su ilə daha doğrusu oksigen gəlsən, ferium OH 3 alınır. Bildik bunu da. Hə, bildim mən. Başa OH düşdük? bası. Evet. Aha. İndi gəldik buna deyirlər kimyəvi korroziya. Korroziya. İndi gəldik dəmirin birləşməsinə. Dəmirin birləşmə reaksiyası necə olur? Dəmirin oksidlərindən bildiyimiz eyni reaksiyalardır. Bax, ferium oksid. Üzərinə gəlsin H-klor. Bu hansı oksiddir? Əsas oksid idi də dəmir oksidi. Üzərinə gəlsin H-klor. H-klor nədir? Turşudur. Əsas oksidlə turşu girirdi mi reaksiyaya? Nə verirdi? Denən Ferium görüm. klor. Ferium klor 2 dəqiqə H2O. ASO duzla suyu verəcəkdir. Ferium klor 2 plus H2. Görsən, əvvəlki dərsin təkrarıdır. Məsələn, ferium oksid plus natrium OH. Denən görüm nə alınır? Bu nədir? Əsasi oksiddir, bu da əsasdır, qələvidir. Yəni əsasi oksidlə qələvi. Nə yaranırdı buradan? Burada Hı? mənim olacaq ferium OH. Deməli 2 dəqiqə gəlsin natrium oksid. ASO düzdür. Doğrudur, əla. Görsən, əvvəldən bildiyimizin təkrarıdır. Bir də oksidlərdən bunu da deyim. Ferium oksid hansı oksid idi? Bu əsasi. Bəs ferium 2O3 hansı oksid idi? Turşu. Düz denən. Turşu yox idi bunda. Turşu necə ola bilər? Qeyri-metal yanında oksigen olardı. Nə idi bu? Amfoter. Qarışıq. Amfoter. Hə, Amfoter CO4 qarışıq. Səni öldürəcəm şəfa. Nətər öldürək? Nağaraq, neyniyək? Gəldi indi. heç sizin Kaş, yanınızda olsa kaş ki olardı da. Amma yox, 200 manat cərimədən sonra heç nə eləyəmməli. Yanımda olsan da heç nə eləyəsi də ölürdüm. Nağaraq. Ya, aldığımı da cərimələrə verəsi də öldüm. Bir də gördüm şəfa 102-yə yığıb ki, müəllim mənə deyir. Vay, müəllimə yes, öldü. axı olmasa biləcəm ki, müəllim oxutmaq üçün eləyirsən. Niyə zəng edirəm ki? O nə yaxşı uşaqsan sən, nə yaxşı uşaqsan. Onda sən bütün gün mən heç nə olmaz. Onlayn da olsa döyərəm. Onsuz da səni gözüm çıxdıya döndərmişəm. Narahat olma. Amma yenə də, yəni indi vəbşəm səndən də razılıq aldım. Ürəyin istəyən kimi bütün günü sən nə lazımdırsa
Nələr lazımsa eləyəcəm ki, deyir bir sən oxu, mən də anlamağımda olum. Prosta yenə deyirəm də, yəni məndən şikayətçi olmayasınızsa bunu eləyin. Olar sanki. Yox, müəllim, axır oxuyum bircə oxuyuram. Heç nə, onda da bütün günü nə lazımsa sağ eləməyə mən də razıyam. Prosta yəni bir də eşitməyim də, 102-dən mazəh gəlsin ki, müəllim getdi. Müəllim əllər atı getdi, aldıqlarını da verdi cəriməyə, şəfanın cərimələrinə. Gündə bir dəfə 200 manat cərimə olunur. İndi gəldik nəyə? Gəldik dəmirin hidroksidlərinə. Dəmirin hidroksidləri əsasi oksid hidroksidlərdən bilirik bunları da. Eyni onun təkrarıdır. Ferum OH3 nə idi? Amfoter xassəli hidroksidi idi. Bax, ferum OH2 nə idi? Bu da bu hidroksidlərindəndir. Ferum OH üzərinə gəlsin H klor. Bu nədir? Əsas. Bu nədir turşu? Əsasən turşu nəyi verirdi yenə? Duzla suyu. Yəni ferum klor 2 plus H2O. Görsən, bunda bildiyimiz əsaslar dərsinin təkrarıdır. Ferum OH2 plus natrium OH. Nə alınırdı burada? Bu əsas plus əsas. Reaksiya gedirdi bu. Əsasan əsas. Yox, Nə alınırdı? getmirdi. Getmirdi. Əsasan əsas bir yerdə ola bilməz. Reaksiya qalır. Düzdür. Getməyəcəkdir. Ferium OH3 plus natrium OH. Nə alınacaqdı buradan? Natrium 3, ferium OH2. Nədir bu? Bu da baxıram ki, şeydir, nədir? Duzlu da, duz alınacaqdır. Niyə? Çünki görürəm ki, burada ferium OH3 veribdir. Bu amfoter xassəlidir. Bu amfoter xassəlidir. Bu da qələvidir. Ona görə buradan ferium OH. Bu arada burada 3 dənədir. Bax, yadda saxla. Bu ferium OH2 yox, ferium OH6 alınır. Abi. Bunu yadda saxla. Yaxşı. Ferum OH6 çıxar buradan. Temperaturundan olarsa reaksiyan. Bir də belə. Bu reaksiyalarım var. Fisio. İndi gəldik bunların təyin edilməsinə. Yadda saxla ki, reaktivlər var ya, məsələn, kalium OH-dır, qırmızı qan duzudur, sarı qan duzudur, ammonium rodonitdir. Bunların hamısının təyin reaksiyası var. Feriumdan təyin reaksiyaları deyirlər. Bax, qələvlər var, kalium OH. Kalium OH-la bu reaksiyaya girsə, bunun təyinində axırda ferium 2 müsbət, yaşılımtıl çöküntü ferium OH2 verər. Ferium OH2 yaşılımtıl çöküntü verər, əgər bunlar reaksiyaya girərsə. Kalium 3, ferium sianid, və bundan qırmızı qan duzudur. Qırmızı qan duzu yaranarsa, o zaman tünd göy çöküntü verər. Və buradan da tünd göy çöküntü yaranar. Ferium 3, ferium, sianid 6, 2 dənə. Bu ekvivalentliyə bura gəldi. İşte bunda da oldu tünd göyrəkli. Bu oldu yaşılımtıl çöküntü birinci. Ferium OH2 ilə olan. Bu oldu tünd göy. Bizə necə yada salsın? Gör feriumlar çox belə bir şey, tünddür. Daha çox olandı, tünd göydür. Biri var göy, biri var tünd göy. Belə yadda saxlasan bəsdir. Sonra gəldik misə. Bu oldu dəmirimiz. Mis də görəsən çox rahat alınması. Bir dənə feriumu bilən uşaq misi də bilir, xromu da bilir. Hamısı çünki bir-birinin demək olar ki, təkrarıdır. Mis nədir? Mis dördüncü dövr, birinci B yarımqrup elementlərindəndir. Müsbət 1, müsbət 2 oksidaşma dərəcəsi göstərir. Valentliyi 1 valent, 2 valent olur. Təbiətdə tapılanda bu elementlərdən biri deyil deyə yalnız birləşmələr şəklində tapılır, az miqdarda sərbəst şəkildə tapıla bilər. Necə? Məsələn, var yer qabığında malaxit kimi tapılır. Malaxit necə yazılır? Kuprum OH2-dən 2 dənə plus CO3. Bunun adı malaxitdir. Sonra kuprit var. Kuprum 2O. Bunun adı kupritdir. Kuprum, ferium S2. Bu şəkildə, yəni bu birləşmələr şəklindədir. Bu birləşmələr şəklində tapıla bilir. Alınması necədir? Alınması. Mis sənayedə əsasən mis bir sulfitdən pirometallurgiya üsuluna alınır. Pirometallurgiya üsulu nədir? Bayaqsa dediyim o metalları reduksiya eləmək var. Neçə dəqiqə gözlə.
Hə, getdik şəfa. Gəldi indi alınmasına. Demək mis necə alındı? Mis birinci pirometallurgiya üsulundan Müəllimə, alındı. bu iki neçə cür alınması var müəllimə bu isim? Eləcə üsullarla da da laboratoriyadır, nə bilim belə deyil, sənayedən sırf öyrənirsən də, sənayedə alınma üsullardır. Bir cür sənayeni öyrənirsən, o da sənayedə alınmada dedik ki, elektrometallurgiya idi, pirometallurgiya idi, bu üsulla alırdı. Bu üsulun özünün məhiyyəti nə idi pirometallurgiyanın? Yəni metalı reduksiya eləmək üsulundan alırlar. Məsələn, bir dənə götürdülər sulfidini. Tutalım ki, nə bilim, mis bir sulfidi, bax, mis bir sulfid. Bunun üzərinə gəlirlər oksigeni, buradan alınır kuprum oksidi plus SO2-ni. Görsən, sənə bu lazımdır, kuprum lazımdır. Təzədən götürsən, görsən, kuprum almamısan, təzədən götürsən oksidin üzərinə bir dəfə də kuprum sulfidlə təsir eləyirlər. Yəni, bir dəfə oksigeni yandırırlar, alamırlar, təzədən bir dəfə də sulfidlə alırlar, daha doğrusu reaksiya salırlar kuprum sulfidlə. Buradan artıq reduksiya eləyirlər, kuprumu çıxardırlar, plus SO2-ni alırlar. Aydındır? Müəllimə, Hı. Kopram 2 onunla Kopram 2 gedə bilər ki, çünki ikisində də Kopram Bəli, var. gedə bilər. Bəli, bəli, gedə bilər. Qulaq, sənin üçün o önəmli deyil. Bu üsulda sən sərbəst misi almaq üçün reaksiyanı aparmalısan. Sərbəst misi almaq üçün gedir bu reaksiya. Bu özdə 2 mol nisbətində olur, bu 1 mol nisbətində. Burada 6 mol nisbətində kuprum alınır, 1 mol nisbətində də SO2 alınır. Yəni bu şəkildə gedir reaksiya. Mütləq gedir, bəli. Yəni burada o önəmli deyil kuprum 2 dənə olmağı. Burada önəmli olan sənin kuprumu ala bilməyindir. Yəni ona görə bu üsula deyirlər pirometallurgiya üsulu. Aydındır? Hə, biri yuxarıdakı reaksiyadan müəllimə oksigen alındı, Buradan aşağıdakı oksid alındı. Bəli, təzədən də oksidin üzərinə sulfidini gəldin ki, kuprumu alasan ayrıcana. hə, Bildik. indi bildim. İndi gəldik elektrometallurgiya üsuluna. Elektrometallurgiya üsulu nədir? Elektrometallurgiya üsulunda kuprum SO4-ün üzərinə hidrogen suyu gəlirsən, elektroliz üsulundan alırsan, kuprum üzərinə gəlsin oksigen plus H2SO4. Elektrometallurgiyada sanki elə yada saxla ki, elektroliz edirsən. Yəni ayırırsan da, kuprumu ayrıcana çıxardırsan, oksigeni ayrıcana çıxardırsan, yerdə nə qalır? Bax H2SO4 gətirib yazsan. Kuprum, oksigen, H2SO4. Bu belə. Sonra var hidrometallurgiya üsulu. Hidrometallurgiya üsulunda da misi onun duzlarına, suda məhlullarından daha aktiv metallarla reduksiya eləməklə alırlar. Bax, məsələn, götürürlər kuprum SO4-ün üzərinə ferium gəlirlər. Suda məhlullardan daha aktiv metal, məsələn, feriumu götürürlər. Bunun aktiv metallarına reduksiya eləyəndə buradan ferium SO4 alınır, plus kuprum alınır. Məsələn, ferium bundan aktiv deyə feriumla aparırlar reaksiya. Yəni özündən aktiv bir şeylə reaksiya aparırlar. Buradan ferium SO4 bunun duzunu alırlar, bir də kuprumu ayrıcana sərbəst şəkildə reduksiya edib çıxardırlar. Aydındır? Buna deyirlər hidrometallurgiya üsulu. Bəs fiziki xassəsi nədir? Misi bilirsən də, yəqin görmüsən, mis ağır metal olur, yumşaq olur, elektrik cərəyanını yaxşı keçirən olur. Bu fiziki xassələrdir. Yəni o aqreqat halıdır, rəngidir, iyidi dadı bu haqqda məlumatlarda kimyəvi xassələrindən də eyni, oksidlərdən də keçmişiksə, eynisi də kopyası. Və bir də üstündən keçin bil, kuprum oksigenlə girirdi reaksiya, girirdi. Nə verirdi? Kuprum oksid. Keçmişikmi? Oksigəndə də keçmişik, oksidlərdə də. Əsas oksiddir özdə. Kuprum üzərinə gəlsin xlor ki, bəzi qeyri-metallarla girirdi. Mis pasiv metal olduğuna görə qızdırılanda bəzi qeyri-metallarla, bir də mürəkkəb maddələrdən bəzilərinə reaksiya girirdi. Alınırdı nə? Kuprum, xlor 2, bəli. Sonra kuprumun üzərinə S nə alırdı buradan şəfəm? Kopram 2 Yox, kuprum S 2 dəfə. Kuprum S temperaturda. Sonra bəs kuprum üzərinə gəlsin su. Nə alınırdı? burada Temperatur. müəllimə getmirdi məncə. Hə, Ay, su. gedirdi. Getmirdi, düz deyirsən. Yaxşı, kuprum üzərinə gəlsin H klor. Gedirdi, getmirdi, nə alırdı? Kopram xloristə H2. Səhv deyirsən. Çünki bu H-klor girmir. O sonda hidrogendən sonra yerləşən 5 dənədən biridir və onlar da demişəm ki, yalnız H2SO4-ün qatısından, bir də nitratın qatısı dursunla girirdi reaksiyaya. Yadındadır, H-klorda yerdə qalan turşularla girmirdi deyirdik. Ona görə girmir reaksiyaya. H2SO4-ün dursundan girməz. Qatısından girərmi? Girər. Nə verər bəs qatısından? Koprum üzərinə gəlsin H2SO4. Qatısından verər SO2, H2O, bir də Kopram. koprum. Qurtardı. Bu da olduq belə. Hamısına keçmişik. İndi gəldik misin birləşmələrinə. Misin birləşmələri yenə eyni şeydir. Reaksiyalar nə ilə reaksiyaya girib girməməkdir ki, yəni məsələn kuprum üzərinə su gələ bilərsən, kuprum oksidin üzərinə yox, gələ bilməzsən, reaksiyaya getməz. Bəs yaxşı. Çöküntü olaraq nə çöküntüləri yaradır bunlar? Yadda saxla, kuprum ionunun özü
məhlulda OH ionundan, bir də kükürt ionlarından təyin oluna bilir. Əgər kuprum xlor 2-nin üzərinə natrium OH gəlsən, alınar kuprum OH-dan 2 dənə, yəni ağ rəngli çöküntü, üzərinə gəlsin natri xlor. Ağ çöküntü plus natri xlor duz. Kuprum xlor 2 plus natrium 2S. Buradan nə alınır? Buradan alınır qara rəngli çöküntü, kuprum S də qara rəngli çöküntü verir. Üzərinə gəlsin natri xlor. Hər ikisində də natri xloru alınır alınmağına. Və natri xlor, natri xlor. Yerdə nə qaldı? Kuprum OH2. Yazdım bura. Kuprum OH2 nə rəngli çöküntüdür? Ağ rənglidir. Kuprum, bax buradan yenə natri xloru çıxartdım. Nə qaldı yerdə? Natrium qaldı. Natri xloru çıxartdım. Yerdə nə qaldı? Kuprum qaldı, kükürt qaldı. Gətirdim birləşdim. Kuprum S qara rəngli çöküntü yaratdı. Aydındır bu da. Kuprum OH Müəllimə, olan burada elə ağdır, bil ki, S olanda qaradır. Nədir? burada elə bil ki, OH-la kükürdün, yəni birləşməsindən alındı da çöküntü. Bəli, bəli. Çökmüsün o şəkildə alındı. Natrium OH-la, bir də natrium 2-lə, natrium sulfitlə. İndi gəldik sinkə. Sink nədir? Sink də çox rahatdır. Sink 4-cü dövrdür. İkinci B yarım qrupudur. Müsbət 2 oksidaşma dərəcəsi göstərir. Təbiətdə necə tapılır? Görürəm bunlardandır. Xeyr, bunlardan biri deyil. Demək nədir? Yalnız birləşmələr şəklində tapılır. Sink S falan bu şəkildə birləşmələri var. Əsasən öyrənəcəyin sink sulfitdir. Sink S kimi yazılır. Bunun yenə alınması pirometallurgiya üsulunda alınırdı. Pirometallurgiyada nədən istifadə olunurdu? Yəni sfalerитdir sinki. Sfalerin üzərinə götürürdün, oksigen gəlirdin. Bayaqkı qaydaların eynisidir. Sink oksiddən SO2 alırdın. Sənə də sink oksid lazım deyil deyə təzədən sink oksidin üzərinə bir dəfə karbon gəlirsən temperaturdan. Buradan sinki çıxardırsan, plus CO alırsan. Burada elə bil ki, sərbəst sink almaq üçün əlindən gələni edirsən ki, sərbəst sink alsın. Bir dəfə oksigen gəlirəm, ala bilmirəm, bir dəfə də karbon gəlirəm, artıq bunu da alıram. Bu olursun alınması. Fiziki xassəsi necədir? Ağır metaldır, adi şəraitdə kövrək olan metaldır. Bəli. Müəllimə, burada alınması yalnız pirometallurgiya Bəli, üsuluydu. bəli. Pirometallurgiya üsulundan alınırdı, bəli. Gəldik indi kimyəvi xassəsinə. Kimyəvi xassəsi deyəndə nə ilə reaksiyaya girə bilir? Yenə. Sink necə metaldır? Aktivdir, orta aktivdir, passivdir. Hansı metallardan idi? Orta Ha, aktiv. orta aktiv və amfoter olan metallardan idi. Orta aktiv və amfoter idi. Elə beznallardan biri idi, deyirdimi? Bezinal, belə yadda saxla. Bunlar nə idi? Amfoterlərin içində idilər. Bax, sink indi onlardan biridir. Sinkin üzərinə oksigen gələndə gedirdi reaksiya, gedirdi. Orta aktivlə oksigen idi. Alınırdı sink oksid. Sinklə xlor girirdi reaksiyaya, girirdi. Nə alınırdı? Sink xlor 2. Sinklə, məsələn, kalsium SO4 girirdi reaksiyaya, girmirdi. Niyə girmirdi? Çünki bəzi mürəkkəb maddələrlə reaksiyaya girmirdi. Buradan baxıram ki, bu kalsium SO4 nədir? Kalsium SO4 H2SO4-ün turşu qalığından yaranmış duzdur da, kalsium SO4 duzudur. Aktiv metalın duzudur, plus da sinkdir. Bu aktiv, bu bundan güclüdür axı. Ona görə bu reaksiyaya girmirdi. Yəni sink bunu vurub buradan çıxarda bilmirdi. Bu aktivdir, bu bundan güclüdür. Bu bunu döyüb çıxarda bilmir. Ona görə reaksiya getmir. Amma yox, məsələn, sink üzərinə gəlsin kuprum SO4 verəndə, sən bilirsən də hidrogendən əvvəl məsələn sink yerləşir, sonra da kuprum yerləşir. Bu sink gəlib rahatlıqla kuprumu döyə bilir. Artıq sinkin gücü çatır buna. Çünki bu orta aktivdir, bu amma zəif aktivdir. Yəni ki, passivdir. Sink bunu döyür, gəlir keçir yerinə, sink SO4 biz kuprumu çıxardır çölə. Aydındır, bunların hamısına keçmişik duzlarda. Bir daha təkrarıdır. Gəldi indi bunu denən görüm. Sink üzərinə gəlsin ferium, xlor 2. Reaksiya gedir, getmir. Nə alınır? Gedirsə. Burada müəllimə bir dəqiqə Alo, baxım. alo. Hə, evdəyik. Hə, yaxşı. Müəllimə, Yaxşı, burada elə yaxşı. də ki, Yaxşı. Necə dəqiqə gözlə şəfa? Hə, buyur. Üzrünü say, buyur. burada, Hı. burada müəllimə çıxara bilmirdi, çünki ferium güclüdür. Yox, niyə güclüdür? Şəfa düzgün deyirəm. Hidrogendən əvvəl yerləşənlərdən də ikisi də sink feriumdan güclüdür. Daha doğrusu hədə bundan güclüdür. Ona görə nə edir? Bunu döyüb çıxarda bilir. O zaman nə olur reaksiya? Sink SO4 daha doğrusu yox, sink üzərinə gəlsin ferium xlor 2-dir. Feriumu döyür çıxardır buradan çölə. Özü girir yerinə sink xlor 2 plus nə? Ferium. Qurtardı. Aydındır. Hə, bildim, özündən əvvəl gəlibsə Bəli, güclüdür. Hə, bildim. bəli. İndi gəldik nəyə? Gəldik sinkin birləşmələrinə. Yenə sink oksid plus su reaksiya gedirdi. Bu reaksiya sink oksid üzərinə gəlsin su. Amfoterdə amfoter su ilə girirdi. Girirdi bu? Yox, girmirdi. Yox.
Girmirdi. Sonra sink oksid üzərinə gəlsin H xlor. Nə alınırdı buradan? Bax, biri əsasi oksid, bu amfoter oksiddir biri. Biri də turşudur. Biri amfoter oksiddir, biri də turşudur. Bu reaksiyaya girir, girmir. Sen xlorun üstəgə H2O. Sink xlor 2, bəli. Plus H2O, düzdür. Sink oksid plus natrium OH. Reaksiyaya girir, girmir. Bu nədir? Sink oksid nədir? Bu amfoterdir. Bəli, Hə, bu amfoterdir. Bu nədir? Amfoter. Bu nədir? əsas gedir. Aha, biri amfoterdir, biri əsasdır. Gedər bu ikisi də. Biri amfoterdir, biri əsasdır. Bu reaksiya gedər ki, biri Biri amfoterdir, biri əsasdır. Getməz reaksiya. Reaksiya getmir. Sonra gəldin sink OH2. Bu nədir? Bax, amfoterdir. Amfoter parçalanırdı nəyə? Nə alınırdı? Mənə buradan oksidi su alınır da. Sink 2 o üstəgə Az H2O. sink oksid qız su, bəli. Su ilə oksidi, düzdür. Sonra gəldi indi nəyə? Bu da sinkimiz. İndi gəldik xroma. Xrom. Xrom nədir? Xrom dördüncü dövr. Dördüncü dövr. Altıncı B qrup elementidir. Müsbət 2, müsbət 3, müsbət 6 bu oksidaşma dərəcələri göstərir. Ona görə də ikinci, üçüncü, dördüncü valentliklərin hamısını göstərir. Bəs təbiətdə tapılması yenə baxırsan Jones elementlərindəndir, yox. Demək nədir? Jonesdan deyilsə, bu nədir? Yalnız birləşmələr şəklində tapılanlardandır. Yalnız birləşmələr şəklində tapılırsa, məsələn, xrom oksid kimi, sonra məsələn ferium, xrom, o 2-dən 2 dənə, xromik kimi, xromlu dəmir daşı kimi bu şəkildə tapılır. Bəs yaxşı alınması xromu əsasən alüminium termiya üsulu ilə alırlar. Necə? Və bayaq dedim ki, pirometallurgiyanın özünün 2 dənə üsulu var idi də. Var idi alüminium termiya var idi, hidrometallurgiya var idi. Yəni çox idi növləri. Bizim alüminium termiya deyəndə üzərinə alüminium gəlməklə nəzərdə tutursan. Yəni məsələn, xromun bir oksidini götürürəm, üzərinə alüminium gəlirəm. Buradan nə alacağam? Mən xromu buradan çıxardıram. Xromu çıxardıram çölə, yerdə nə qalır? Bax, xromu çıxartdım. Yerdə alüminiumdan oksigen qalır. Gətirib birləşdirirəm yan-yana. Bu iki valentdə bilirsən, bu da üç valentdir. Valentlik necə olur? Alüminium 2 olur, 3 qutardı. Bu da olur sənin alüminium termiya üsulun. Aydındır alınması bu qaydada. Bir də yadda saxla, buradan əsasən yüksək temperaturda sən götürüb dəmir xromit var. Dəmir xromiti kömürlə yüksək temperaturda reduksiya eləsən, onda dəmirlə xromu sən ərintisi olan ferroxrom ala bilərsən. Necə? Bax, ferium oksidin xrom 2 OH üzərinə gəlsin 4 mol karbon. Alınacaqdır ferium, xrom, bir də CO. Və bunlar alınır. Yəni ferium alınacaq, xrom alınacaq. Buna deyirlər ferroxrom. Həm feriuma, həm xroma bir yerdə deyirik ferroxrom. Ferroxrom alınır buradan, yoxsa CO. Bəli. Aslında Bəli. bir də təkrarlaya bilərsiniz ki, hansı üsul alındı. Reaksiyanı bildim, bir dənə üsul deyə bilərsiniz. Bəli, buna deyirik ferroxromun əmələ gəlməsi pirometallurgiya üsulundan biridir. Dəmir xromiti və götürürəm, dəmir xromit budur. Bu dəmir xromit birləşməsinin üzərinə gəlirəm 4 mol karbonu, bu karbondur. Karbonu gələn kimi buradan alınır ferroxrom. Ferroxrom da nədir? Feriumdan xrom. Elə bil adına bax, ferroxrom. Yəni ferium plus da xrom, 2 dənəsi. Biri feriumdur, biri xromdur. Sonra gəldik fiziki xassəslik. Fiziki xassəs Müəllimə, nədir? bunlarda sənayedə bir dənə alüminium Bəli, termiyan alınır. bəli, alüminium termiyadır. Gəldik ağırdır, çətin əriyəndir. Bu üsullar var. Ağırdır, çətin əriyəndir. Bunun xüsusiyyətlərindəndir. Bəs kimya xassəsi nədir? Az aktivdir. Nə ilə reaksiya girdiklərində oksidasiz turşu duz dərsindən bilirik. Bax, xrom oksigenlə girirdi, üstündən bir də keçeyim. Girirdi oksigenlə, bəli. Nə verirdi? Xrom oksid, sonra xrom 2O3, yəni oksidlərini verirdi də. Xrom xlorla reaksiya girirdi. Nə verirdi? Xrom xlor 3 duzunu yaradırdı. Xromun üzərinə məsələn su. Nə yaradırdı xromun üzərinə su gələndə? Biri xromdur, biri də sudur. Nə yaranırdı? Xromun oksidi plus H2. Sonra xromun üzərinə məsələn gəldim H xlor. H xlor turşusuna reaksiya gedirdi. Bu nə yaranırdı? Xrom xloru üstəgə H2O. Aha, xrom xlor 2 plus H2. Xrom xlor 2 plus H2. Bu reaksiyaya girirdi. Yəni bu qaydada kimyəvi xassələri budur. Nələrlə reaksiya girməkləri bunlardır. Tətbiqi nədir? Feriumdan əsasən elektrik avadanlıqlarında istifadə olunur. Kuprumdan əsasən naqillərin hazırlanmasında istifadə olunur. Sinkdən əsasən korroziyadan qorunmaq üçün istifadə olunur. Xromdan əsasən polad istehsalında istifadə olunur. Çuğunla poladdan da ki, ümumiyyətlə metal məmulatların hamısının hazırlanmasında istifadə olunur. Aydındır bura qədər. Nəsə sualın? Nə qaldı? Burada müəllimə bitti. Bitdi. Sualın var?
Bir dənə müəllimə alınmasında var idi ki, sualım. Nə idi sualın alınmasında? Orada deməli reaksiya da var idi. Nə idi? Reaksiyada nəyi bilmədim. Reaksiyanın müəllimə temperaturda getməsi idi yoxsa adi şərait? Yox, temperaturda girirdi. Ferium oksidin üzərinə xrom oksid gəlirdi. Daha doğrusu ferium oksid, xrom oksid birləşməsi, yəni dəmir xromit birləşməsinin üzərinə karbon gəlirdi. Temperaturun iştirakı ilə alınırdı. Ferium üzərinə gəlsin xrom plus CO. Buna deyirlər ferroxrom. Qurtardı. Aydındır? Bildim. Hı -hı. Başqa sualın? Tamam. Var başqa sualın? Yoxdur. Demək verirəm dördüncü qrup ümumi bütün bu dediklərimi. Məncə elə də çətin deyildi. Asan idi. Çətin gəldi dərs yoxsa asan. Yəni köhnə